Мы славим Тебя, Господь Иисус, за общение святых. Ya Rəbbi, sən müqəddəslərin ünsiyyətinə görə səni izzətləndiririk. Господи, слава Тебе за эти песни и музыку, Bu ilahilərə görə, mahnılara görə sənə şükür olsun. за святые лица, Bu müqəddəs simalar üçün, за церковь. kilsə üçün. Слава Тебе, Господь, за то, что это предвкушение вечности. Ya Rəbbi, çox sağ ol, çünki bu gələcəkdəki olan həyatımız üçün bir səbirsizləndiyimiz andır. Благослови, Господь, наших братьев, которые в отъезде, пастор Самир, пастор Вилаят. Səyahətdə, səfərdə olan qardaşlarımıza, pastor Samirə, vilayətə xeyir dua ver. Также Руфат, Həmçində пастор Rüfətə, Ишан, pastor Eyşənə, пастор Алексей. pastor Alekseyə. Спасибо за общение святых в Питере Çox sağ ol, Peterburqda olan müqəddəslərin ünsiyyətinə görə и также во всяком месте, və həmçində hər bir yerdə, где Твое имя превозносится. harada ki sənin adın ucalır. Благослови сейчас это слово İndi bu sözə xeyir dua ver. во имя Иисуса Христа. İsa Məsihin adıyla amin. Мы начнем из Римлянам 3 главы. Romalar 3-cü fəsildən başlayacağıq. А тема этой проповеди – анатомия нового человека. Bu vəzin əsas mövzusu yeni insanın anatomiyasıdır. Анатомия нового человека. Кто такой новый человек? Yeni insanın anatomiyası. Yeni insan kimdir? Какой он? Necədir? Мы очень хорошо с вами знаем старого человека. Biz sizinlə çox yaxşı köhnə insanı tanıyırıq. Если вы слышите этот термин в первый раз, Библия говорит о старом человеке. Əgər bu terminləri ilk dəfədir eşidirsinizsə, Bibliya köhnə adam haqqında danışır. Каждый человек в этом мире без Иисуса Христа – старый человек. İsa Məsihsiz yaşayan bu dünyada olan hər bir kəs köhnə adamdır. Каждый человек в этом мире имеет старые привычки, падшую жизнь. Hər bir insan bu həyatda köhnə həyatın deməli vərdişlərinə malikdir. Мы не были научены греху, мы знаем внутренне, по внутреннему человеку, что это такое. Biz günah etməyi öyrədilməmişik. Biz artıq daxilimizdə anlayırıq ki, bu günahdır. Мы приняли это от Адама и Евы. Biz bunu Adəm və Həvvadan qəbul etmişik. Мы люди. Biz insanlar. И мы прочтем в начале из Римлян 3 главы об анатомии старого человека. Və biz 3-cü fəsildən Romalılardan köhnə adamın deməli anatomiyası haqqında oxuyacağıq. Это известный отрывок в Слове Божьем с 9 стиха. Bu Allahın kəlamında bu 9-cu bənddir. Итак, что же, имеем ли мы преимущество? Нисколько, ибо мы уже доказали, что как иудеи, так и эллины все под грехом. Bəs nə deyək? Biz Yəhudilərin üstünlüyü varmı? Əlbəttə yox. Çünki biz artıq həm Yəhudiləri, həm də Yunanları təqsirləndirdik ki, onların hamısı günahın hökmü altındadır. Когда человек приходит к врачу, очень важно, чтобы врач поставил правильный диагноз. Nə vaxt ki, insan həkimi yanına gəlir, çox önəmlidir ki, həkim ona düzgün bir diaqnoz versin. Прежде чем начать правильное лечение. Düzgün müalicə etməyi başlamadan öncə. Бог дает здесь диагноз всему человечеству. Allah burada bütün insanlığa bir diaqnoz qoyur. В конце 9 стиха написано «все под грехом». 9-cu bəndin sonunda yazılıb ki, hamı günahın hökmü altındadır. Не имеет значения, это еврей или язычник. Fərqi yoxdur, əgər sən yəhudisənsə və ya başqa xalqdansansa. Или же наше положение, образование. Və yaxud da bizim deməli bizim hansı vəziyyətdə olmağımız, Мы təhsil родились с olmağımız. этим. Biz bununla doğulmuşuq. Мы родились в мир, который под покрывалом греха. Biz günahın hökmü altında olan dünyada doğulmuşuq. Это духовная реальность в этом мире, независимо от культуры. Bu dünyadakı deməli ruhani reallıqdır. Или же nезависимо от страны. Və bu mədəniyyətdən və ölkədən asılı deyil. Все под грехом. Hər kəs günahın altındadır. И можем спросить, я знаю, все грешники.
Və bəzən sual da verə bilərik ki, mən bilirəm ki, hər kəs günahkardır. Вы слышали это выражение? Все грешники. Yəqin ki, bu cür bir ifadəni eşitmisiniz ki, Что hər kəs нового ты мне günahkardır. говоришь? Sən mənə yeni nə deyirsən? Просто я лучше немножко, чем, например, другие. Sadəcə mən digərlərindən biraz yaxşıyam. Вы слышали? Я никого не убил. Yəqin ki, eşitmisiniz ki, belə deyirlər ki, Я mən банк не ограбил. heç kəsi öldürməmişəm, bank oğurlamamışam. Я даже кошку своего соседа люблю. Mən hətta öz qonşumun pişiyini belə sevirəm. Я понимаю, что все грешники, но Yəni mən anlayıram ki, hər Я kəs другой. günahkardır, amma mən başqayam, fərqliyəm. это очень интересно. Здесь Бог дает диагноз всем. Və çox maraqlıdır ki, Allah burada hər kəsə diaqnoz verir. И мы пройдем быстро через этот отрывок. Анатомия старого человека. Tez bu bənddən keçəcəyik köhnə adamın anatomiyası haqqında. В 10 стихе написано, как написано, нет праведного ни одного. 10-cu bənddə yazılıb, necə ki yazılıb, salih olan yoxdur, bir nəfər belə yoxdur. Есть много людей хороших в этом мире. Нет праведного ни одного. Və nə qədər də yaxşı insan olsa da bu dünyada, amma salih olan bir nəfər belə yoxdur. Бог говорит о нашем диагнозе, о нашем состоянии. Allah bizim diaqnozumuz, bizim halımız, vəziyyətimiz haqqında danışır. Но кто-то может сказать, но много есть хорошего в этом mире. Да, есть. Ancaq çox adam da deyə bilər ki, bu dünyada da çox yaxşı şeylər var. Бог здесь говорит о природе человека, о его сущности. Allah burada insanın deməli təbiəti haqqında, onun varlığı haqqında danışır. 11 стих. 11-ci bənd. Нет разумевающего, никто не ищет Бога. Dərk edən bir kəs yoxdur, Allahı axtaran yoxdur. Это слово фронео на греческом означает, человек не может соединить точки, чтобы у него получилась вся картина. Və bu Yunan dilində olan bir sözdür ki, franeo, o deməkdir ki, insan olan bu nöqtələri birləşdirə bilmir ki, onun qarşısında böyük bir mənzərə yaransın. 11 стих говорит о нашем уме, 11-ci bənd bizim ağlımız, dərrakəmiz haqqında danışır. что это падшее состояние повлияло на ум. Ki, bu günahlı vəziyyət bizim dərrakəmizə də təsir edib. У человека нет способности понимать духовное. İnsanın ruhaniliyi anlamaq bacarığı yoxdur. Он может быть религиозным, Bəlkə də o dindar ola bilər, но он не понимает духовные вещи. ancaq ruhani şeyləri anlaya bilmir. Здесь говорится об уме, о мышлении. Burada düşüncə, dərrakə haqqında danışır. И как результат этого никто не ищет Бога. Və bunun nəticəsi olaraq da heç kəs Allahı axtarmır. И это слово «искать» означает тщательно выискивать, кто есть Бог. Və bu sözün mənası belədir ki, dayanmadan diqqətlə axtarmaq ki, Rəbb kimdir? Тщательно искать Его. Yəni diqqətlə, dayanmadan. Мы видим религиозный мир в этом мире, Biz bu dünyada deməli религиозных людей. dini dünyanı, dini insanları görürük. Я хожу и поклоняюсь, да, 1 раз в году, 2 раза в году, 3 раза в году я хожу на праздниках. Mən gedirəm bir dəfə, 2-3 dəfə ildə, bayramlarda sitayiş edirəm. Здесь говорится о состоянии, где нету тщательного, постоянного поиска Бога. Burada danışılır o vəziyyətdən ki, davamlı Allahı axtarma vəziyyəti yoxdur. Следующее влияние, 12 стих. Все совратились с пути, до одного негодно, нет делающего добро, нет ни одного. 12-ci bənd. Hamısı yoldan azıb, onlardan fayda yoxdur. Bir nəfər də olsun yaxşı iş görən yoxdur. Совратились с пути, я иду не в том направлении. Я иду, но я не в том направлении иду. Yoldan azmaq o mənaya gəlir ki, mən gedirəm, ancaq düzgün istiqamətdə getmirəm. До одного негодны это выражение означает утратить пригодность для той цели, ради которой я был создан. Onlardan fayda yoxdur mənası buna gəlir ki, sənin yaradıldığın məqsədə görə faydalı deyilsən. Я отдаю свою способность, свою молодость, свои умственные познания, но не в том направлении. Mən öz bacarığımı, cavanlığımı, öz bildiyim şeyləri elə bir şeyə verirəm ki,
amma bu düzgün istiqamət deyil. Я не вижу предназначения. Для чего я предназначен? Я думаю, я для этого предназначен. Mən Или для öz того. məqsədimi görə bilmirəm. Mən düşünürəm ki, mən nəyə görə vəbşi gəlmişəm bu dünyaya А нет делающего добро. və yaxşı iş görən yoxdur. Это слово делающего на постоянной основе человек делает добро. Нету такого. Və bu davamlı şəkildə yaxşılıq edən insana bir göndərişdir ki, belə bir insan yoxdur. 12 стих. Все совратились с пути, до одного негодно, нет делающего добро, нет ни одного. 13. Гортань их открытый гроб, языком своим обманывают, яд аспидов на губах их. 13-cü bənd. Boğazları açıq qəbirdir, dilləri yalan danışır, dodaqlarında gürzə zəhəri var. Уста их полны злословий и горечи. 14 стих. 14-cü bənd. Ağızları lənət və acı sözlərlə doludur. Итак, 10 стих. Наше состояние без Христа. Bəli, 10-cu Да. deməli bənd bizim İsa Məsih olmadan olan vəziyyətimizdir. 11 стих. Мышление. 11-ci bənd bizim dərakəmizdir. 12 стих. То, как я иду, стиль, направление моей жизни. 12-ci bənd mənim həyatımın istiqaməti, hara getdiyimdir. 13-14 мои уста, мой язык. 13-14-cü bənd mənim ağzım, dodaqlarımdır. Мы видим здесь эту прогрессию. Biz burada bu prosesi görürük Это состояние повлияло на то, что я говорю. və bu vəziyyət mənim nə danışdığıma belə təsir edir. Здесь говорится, что я говорю ложь. Мы видим много лжи в этом мире, обмана. Burada yazılıb ki, biz yalan danışırıq. Bu dünyada da biz çox yalan görürük. А есть даже выражение «белая ложь». Да, кажется, так называется. «Белая ложь». Və hətta belə bir ifadə var, ağ yalan. Yəqin То ki, ничего, можно иногда где-то там. Чуть-чуть можно. yəni hərdən bir olar biraz yalan danışmaq. 15 стих. Да, Иисус сказал в Матфея 15:11, то, что выходит из уст, это оскверняет человека. Матфея 15:11. Matta 15-11-də də yazılıb ki, insanın ağzından çıxan sözlər onu Оскверняет. Делает его нечистым. onu natəmiz edir, mundarlayır. 15 стих. 15-ci bənd. Ноги. Ayaqlar. Ноги их быстрее на пролитие крови. Ayaqları qan tökməyə tələsir. Есть движение и хождение, чтобы забрать чью-то жизнь. Hərəkət və gəzinti var ki, kiminsə həyatını götürsün. Слово «быстрый» означает не случайное действие, но стремительное внутреннее действие, чтобы совершить быстро зло. Tələsir sözü də sadə bir hərəkət kimi yox, ancaq daxildən gələn bir məqsədli tələsmək, hərəkət sözünə mənasına gəlir ki, pisliyi həyata keçirsin. И также это означает разрушительное отношение Və к həmçinin bu человеку. insana qarşı olan dağıdıcı bir münasibəti göstərir. Иисус говорил в Матфея 5 главе о том, что ненависть и гнев – это корень убийства. Matta 5-ci fəsildə İsa danışır ki, nifrət və qəzəb deməli qatilliyin köküdür. Человек быстр на то, чтобы что-то сказать, выпалить, Və insan tələsir ki, nəsə desin, но это может привести к убийству. ancaq bu ölümə gətirə bilər. А следующий стих, Növbəti bənd у нас 16. Разрушение и пагубы на путях их. Yollarında viranəlik və fəlakət var. Также говорится о движении. Həmçinin də burada yenə də hərəkətdən danışılır. И, наконец, 17 и 18. Они не знают пути мира, и нет страха Божия перед глазами их. Və nəhayət 17-18-ci bəndlər əmin amanlıq yolu nədir bilmirlər. Onların gözündə Allah qorxusu yoxdur. И то, чем заканчивается этот отрывок, это отношение, вначале отношение к людям мы прочли, а теперь отношение к Богу. Və başda biz danışdıq insanlara olan münasibət haqqında, ancaq indi bu bənd onunla sonlanır.
Allaha olan münasibət haqqında. Это слово не знают пути мира. Это слово эйрена на греческом, на иврите шалом. Нету покоя. Əminamanlıq yolu nədir bilmir sözü Yəhudi dilində Шалом. şalom sözüdür. Yəni есть- sülhü bilmirlər. А нету гармонии. Harmoniya yoxdur. Ahənglik И yoxdur. они не имеют знания. Və bu haqqda biliyə malik deyillər. И написано в 18 стихе, нету страха Божьего перед их глазами. 18-ci bənddə yazılıb ki, onların gözündə Allah qorxusu yoxdur. Мы можем себе представить творение, которое создано по образу и подобию Божью, перестало почитать, благоговеть и бояться своего Творца. Biz düşünə bilərik ki, Allahın surətində və bənzərində yaradılmış insan, məxluq ondan deməli qorxmağı dayandırıb. Это и есть духовное состояние этого мира, старого человека. Bu deməli köhnə adamın, bu dünyanın deməli ruhani vəziyyətidir. Итак, мы говорили состояние, потом ум, потом уста, потом пути и потом ноги. Və biz danışdıq deməli В начале состояние, səstəyini, vəziyyətimiz haqqında, sonra dərrakə потом haqqında, ум, потом уста, sonra dodaqlar, потом dil, пути, yollar, ноги ayaqlar и, наконец, Бог. və sonra Rəbb haqqında. Итак, не очень хорошая картина. Və çox da gözəl mənzərə deyil. Анатомия старого человека. Köhnə insanın anatomiyası. И на самом деле в этом мире есть этот человек, и его очень много. Və əslində bu dünyada bu cür insan var və onlar çoxdur. Но слава Богу, что у нас есть Евангелие. Ancaq şükür Allaha ki bizim müjdəmiz var. Потому что Иисус Христос пришел, чтобы создать нечто новое. Çünki İsa Məsih gəldi ki, yeni bir şey yaratsın. Давайте прочтем послание к Ефесянам, 2 главу, Gəlin Efeslərə 2-ci fəsli oxuyaq. 15 стих. 15-ci bənd. «Упразднив вражду плотью своей, а закон заповедью учением, дабы из двух создать в себе самом одного нового человека, устрояя мир». Qanunu, əmrləri və qaydaları ilə birlikdə ləğv etdi ki, hər iki tərəfdən özündə yeni bir insan yaradaraq barışıq təmin etsin. Какое решение для старого человека, у которого испорчены уста, испорчен ум или сердце, испорчены пути? Dərrakəsi, ürəyi, dodaqları, yolları azmış olan insan üçün qərarı nədir? Verdiyi qərar nədir? В мире есть много так называемых попыток исправить его. Есть религии, есть философии. Dünyada bir çox yollar var ki, bunu düzəltsinlər. Məsəl üçün filosofiyalar, dinlər, Есть разного рода системы, человек придумывает системы, müxtəlif növ sistemlər var ki, insan bunu fikirləşir daim. чтобы исправить старого человека. Həmin bu köhnə insanı dəyişmək üçün, düzəltmək üçün. Но Библия учит, что я не могу, и мы это увидим. Ancaq Bibliya bizə öyrədir ki, biz bunu bacarmırıq və Мы biz не bunu можем görəcəyik. изменить свое старое, Biz öz köhnə vəziyyətimizi dəyişə bilmirik и нам и не нужно. və bizə lazım da deyil. О, нам не нужно? Necə yəni bizə lazım Нет. deyil? Xeyr. Нет. Xeyr. Мы можем тратить свою энергию совсем не на то, на что нужно. Biz öz enerjimizi, gücümüzü tam lazım olmayan bir şeyə xərcləyə bilərik. Мы прочли в Ефесянах 2:15 только что Иисус Христос пришел создать в себе самом одного нового человека. Biz Efeslərə 2:15-də oxuduq ki, İsa özündə yeni bir insan yaratmaq üçün gəldi. Вот он ответ. Новый человек. Budur cavab, yeni insan. Кто я? Mən kiməm? Если я поверил в Иисуса Христа, кто я? Əgər mən İsa Məsihə iman etmişəmsə, mən kiməm? И мы новый человек. Və biz yeni insanıq. Я помню один раз, когда пастор Стивенс проповедовал, он обратился к церкви. Mən xatırlayıram bir dəfə pastor Stevens vəz edirdi və o kilsəyə müraciət edir И он сказал, в этом зале сегодня сидит один человек. və o deyir, bu zalda indi bugün bir nəfər əyləşib. Кто сидит в этом зале? Kim əyləşib bu zalda? Один новый человек. Bir dənə yeni insan, Иисус Христос. İsa Məsih.
Мы не могли изменить свое старое, Biz öz keçmişimizi düzəldə bilmirik. наши мысли, Bizim fikirlərimizi. они как мухи. Bu fikirlər sanki milçək Они kimidir. везде. Onlar hər yerdədir. Я убиваю одну, Birini öldürürəm, поворачиваюсь, çönürəm и ki, вторая зеленая большая муха летит. o birisi də yaşıl böyük bir milçək uçur. И мы не можем разобраться с мыслями. Biz öz fikirlərimizi idarə edə bilmirik. И мир говорит, займись йогой. Və dünya deyir, yoga ilə məşğul ol. И человек пытается самоопустошиться, Və insan çalışır ki, öz fikirlərini boşaltsın, закрыть все окна, bütün pəncərələri Двери. bağlasın, qapıları bağlasın чтобы никакая муха не проскользнула. ki, heç bir milçək bura girməsin. Или же уста. Və yaxud da öz dodaqlarımız, dilimiz Мы обманываем. biz aldadırıq. Кто здесь никогда не обманывал? Burada yalan danışmayan Кто не insanlar знает, о чем я говорю? kim bilir mən nə haqqda danışıram? Вы знаете, есть один... Или же мы преувеличиваем. Ya biz şişirdirik və yaxud da bir dənə bir şey var. Да, преувеличиваем. Biz şişirdirik. Да. Есть один анекдот. Вы знаете анекдот про рыбака? Belə bir anekdot var balıqçı haqqında. Когда несколько друзей, всякий раз, когда они приходили с рыбалки, Bir neçə dost daima balıqdan qaydanda один рыбак, он говорил, я сегодня поймал рыбу, вы не представляете, какую. bir dənə balıqçı həmişə deyirdi ki, mən bir dənə balıq tutmuşam, təsəvvür edə И bilməzsiniz они necə. говорят, какую? Və onlar deyir, necə И он balıq? говорит, 2 метра. Və o deyir, 2 metrlik balıq. Они говорят, не может быть, О, не может, представляете? здесь не водится такая рыба. Ola bilməz, Он говорит, mümkün deyil. да, 2 метра, я вам говорю. O deyir ki, hə, 2 metr, mən sizə Покажи, deyirəm. где эта рыба. Və soruşurlar ki, hanı bu balıq? Уже Göstər bizə. съели, семья съела, я съел. Отличная рыба Və была. sonra deyir ki, ailəm də yeyib, mən də yemişəm, əla balıq idi. И потом это продолжалось снова и снова и снова. Və sonra bu yenə və yenə davam edirdi. И друзья сказали, в следующий раз, когда он придет, давайте наручники ему оденем. Və dostları deyir ki, gələn Он dəfə все время gələndə onlara показывает onun rıbu. qollarını bağlayaq ki, bizə balığı göstərsin. Он приходит, O gəlir ему наручники, чик-чик. və onun qollarını bağlayırlar. И что ты теперь скажешь? Və indi nə deyəcəksən И он soruşurlar. говорит, вы знаете, я сегодня поймал такую рыбу, и у нее такие глаза. Və bu gün mən elə bir balıq tutmuşam ki, onun yekə gözləri var. Мы мастера преувеличивать Biz şişirtmə üzrə bacarıqlı чуть-чуть, insanlarıq. чуть-чуть. Biraz. Наш старый человек, он Bizim köhnə insanımız фейерверк. Он partlayış. такая яркая личность. O çox deməli qeyri-adi bir varlıqdır. Теперь новый человек. Amma indi yeni insan var. И это не измененный старый. Və bu dəyişməyən köhnə insan Ефесянам 2:15. Efeslərə 2:15-də Он решил создать нового человека. o qərar verir ki, yeni insanı yaratsın. И мы также знаем этот стих из 2 Коринфянам 5:17, 2 Korinfilər 5:17-dən olan bu где говорится, Бенди тот, добили. кто во Христе, тот новое творение. haradakı yazılıb ki, Məsihdə olan hər kəs yeni yaradılışdır. Кто я? Mən kiməm? Новое творение. Что это означает? Yeni yaradılış nə deməkdir? Ты такой же, как я. Sən mənim kimisən. Ты создан по Богу. Sən Allaha bənzər yaratmısan. Yaranmısan. Создан. Ты как я. Sən mənim kimisən. И мы видим, что когда грех вошел в человечество, он повлиял на анатомию человека, духовную анатомию. Biz görə bilirik ki, günah dünyaya daxil olanda o insanın anatomiyasına təsir edib. И опять скажу, наши мысли, Yenə də qeyd edəcəm, bizim Usta, düşüncələrimiz, наши ağlımız, ноги, куда мы идем, ayaqlarımız hara gediriksə, решения, которые мы принимаем. verdiyimiz qərarlar И мы приняли Христа. və biz İsa Məsihi qəbul И etmişik Бог дал нам нечто новое. və Allah bizə yeni bir şey verib. И через Его искупление, через искупление Христа и веру в Иисуса Христа, Və İsa Məsihin satın alınması ilə və ona imanımızla у нас было рождение свыше. biz göylərdən doğulmuşuq. Мы родились оттуда.
Biz göydən doğulmuşuq. Бог посадил свое семечко в нас, Rəbb öz toxumunu bizə əkmişdir. свое семя, Öz toxumunu, вечное, əbədi toxumunu, сильное, güclü, навсегда. həmişəlik И мы родились. və biz doğulmuşuq. И мы сейчас посмотрим на анатомию нового человека. Хорошо? Və indi biz yeni insanın anatomiyasına baxacağıq. Хорошо. Yaxşımı? Итак, первая вещь. Новое сердце. Və ən birincisi yeni ürəkdir. Иезекииль 36 глава. Иезекииль 36, 26. Невероятный Yezekiel Отрывок. 36-26. на всю жизнь. Heyrətamiz bir bənddir. И дам вам новое сердце, и дух новый дам вам. И возьму из плоти вашей сердце каменное, и дам вам сердце плотяное. Mən sizə yeni ürək verəcək, daxilinizə yeni ruh qoyacağam. Köksünüzdən daş ürəyi çıxarıb sizə ətdən olan ürək verəcəyəm. Это невероятный стих. Çox heyrətamiz bir bənddir. Сколько людей в этом мире имеют это? Bu dünyada nə qədər insan buna malikdir? Если бы каждый имел бы это, Əgər hər kəs buna malik olsaydı, если бы каждый ходил бы в этом, əgər hər kəs bu şeydə gəzsəydi, мир был бы другим. dünya başqa cür olardı. Вот он ответ на проблему старого человека. Köhnə insanın probleminə olan cavab budur. Бог должен дать ему новое сердце. Allah ona yeni ürək verməlidir. И дальше написано в 27 стихе: «Вложу внутрь вас дух мой, и сделаю то, что вы будете ходить в заповедях моих и уставах моих, будете соблюдать и выполнять». Və 27-ci bənddə sonra yazır ki, öz ruhumu sizin daxilinizə qoyacağam. Elə edəcəyəm ki, siz qaydalarıma görə rəftar edəsiz, hökmlərimə diqqətlə riayət edəsiz. В Иеремии 17:9 говорится о том, что есть старое сердце. Yeremiya 17:19-da qeyd olunub ki, köhnə ürək də var. Там говорится, оно крайне испорчено, крайне испорчено. Orada qeyd olunub ki, bizim bu ürəyimiz çox həddindən artıq deməli korlanıb. В этом mире часто дают совет: слушай свое сердце. Və bu dünyada tez-tez bu məsləhəti verirlər bizə ki, öz ürəyinə qulaq as. Там написано в Иеремии 17:9, оно крайне испорчено. Yeremiyada yazılıb ki, bizim ürəyimiz həddindən artıq korlanıb И Бог дает новое сердце. və Allah yeni ürək verir В это происходит момент спасения. və bu xilas vaxtı baş verir. В Евреях 8:10, Евреях 8:10, İbranilərə 8:9-da. 10, он 10-da. говорится о новом сердце. Yeni ürəkdən danışılır. Вы рады, что у нас есть новое сердце? Siz bizim yeni ürəyimiz olduğuna görə Новое xoşbəxtsiniz. сердце. Yeni ürək. Анатомия нового человека. Yeni insanın anatomiyası. Ученые проводили опыты. Вы видели это? Вы можете посмотреть это на Ютубе. Опыты с сиамскими близнецами. Deməli, alimlər belə bir təcrübələr keçiriblər Siyam əkizləri ilə bağlı. Это не могут объяснить, что они могут чувствовать каким-то образом, что происходит друг с другом. Və bunu izah edə bilmirlər ki, onlar bir-biri ilə nə baş verdiyini hiss edirlər. И их разделяли. Они сидят за одним столом, но между ними перегородка. Onları deməli ayırırlar. Onlar fərqli stullarda otururlar və aralarında bir ara kəsmə У них var. спрашивали: покажите цифру, о которой вы думаете. Və onlardan soruşurlar ki, düşündüyünüz bir rəqəmi deyin. И они показывали, скажем, 5. Və onlar 5 göstərirlər. Одна и та же цифра, один и тот же цвет и так далее, и так далее. İkisi də eyni rəqəmi, eyni rəngi göstərirlər. И это феномен, мы до конца непонятно, как это может быть. Və bu sona qədər də başa düşmək olmur ki, bu necə baş verir. Или же мать, Və yaxud da ana, она чувствует, что ее ребенок və yaxud da ana hiss edir ki, где-то на улице, он гуляет, uşağı çöldə hardasa и она gəzir занимается дома своими делами. və o evdə öz işlərini görür И она чувствует, və o hiss edir. и она говорит:
Где он? И она бежит к окну, и называет его имя. Где ты? Ты Və o здесь?» həyecanlanır, axtarır ki, hardadır uşağı, gedir pəncərədən çağırır və s. Мы связаны со Христом. Biz Məsihlə bağlanmışıq. У нас есть способность нового сердца. Bizim yeni ürəyimizin öz bacarığı var. Я могу чувствовать и думать то, что чувствует и думает Бог. Allahın nə düşündüyünü, nə hiss etdiyini mən də düşünüb hiss edə bilərəm. Возможно ли это? Bu mümkündürmü? Это возможно. Bu mümkündür. Это духовная реальность. Bu ruhani Это reallıqdır. то, что дано каждому, кто принял Христа. İsa'nı qəbul edən hər kəsə verilən bir şeydir. Когда Иисус сказал самарянке в Иоанна 4:14 о том, что тот, кто верит в Меня, я дам ему воду, воды живой. Yəhya 4:14-də İsa Samariyalı qadına deyir ki, mən həyat suyuyam və məndən içən susamaz. Он говорит, я дам ему источник. Və deyir ki, mən ona mənbə verəcəm. Я источник ему дам. Mənbə verəcəm. Я думаю, это намек на новое сердце. Mən düşünürəm ki, bu yeni ürəyə olan bir göndərişdir. У нас есть источник, Bizim mənbəyimiz var. потому что мы приняли Христа. Çünki biz İsa'nı qəbul etmişik. И он неиссякаемый источник. Və o bitməz bir mənbədir. Или же этот стих, мы тоже его любим. Və yaxud da digər bənd, hansını ki sevirik. Филиппийцам 2:13. Filiplərə 2:13. Павел говорит с уверенностью. Paul əminliklə danışır. Он говорит, Бог O deyir ki, производит в вас хотение и действие. o deyir ki, Rəbb sizdə istək və hərəkət etməyə vadar edir. Бог делает это. Rəbb bunu edir. Как мне знать волю Бога? Allahın iradəsini mən necə Возможно bilim? ли это? Bu mümkündürmü? Если ты принял Иисуса Христа, о, да, это возможно. Bəli, əgər sən İsa Məsihi qəbul etmisənsə bu mümkündür. Это новая реальность, Bu yeni həqiqətdir. анатомия нового человека. Yeni insanın həqiqəti. Бог Anatomiyası. производит желание Allah deməli istək и yaradır потом действие. və hərəkət yaradır. Я двигаюсь в этом направлении. Və mən bu istiqamətdə Я hərəkət edirəm. поступаю определенным образом по вере. İmanla hərəkət edirəm. У меня есть желание, или часто мы говорим, о, у меня есть благодать сделать это. Və mən tez-tez deyirəm ki, mənim istəyim, lütfüm var ki, bir şeyi edim. И, конечно, я не говорю, что теперь каждое желание, которое мы имеем, о, мороженое хочу, Бог мне сказал. Yəni mən nəzərdə tutmuram sadə istəkləri, sadə Или arzuları. же сегодня пастор Акив говорил, машина последней марки. Və yaxud da bugün Akif pastor dediyi kimi son model maşın. Бог мне сказал. Allah mənə deyib ki, Теперь новое Allah mənə сердце. deyib. İndi isə yeni ürək. Следующая вещь, ум. Yeni növbəti etməli danışacağımız şey dərrakədir. Давайте посмотрим. Лука 1 глава. Luka 1-ci fəslə baxaq. Мне нравится этот стих. Ангел говорит, дает пророчество об Иоанне Крестителе. Deməli mələk burada deməli danışır vəftizçi Yəhya haqqında. В 17 стихе написано, «И придет пред ним в духе и силе Илии, чтобы возвратить сердца отцов детям и непокоривым образ мыслей праведников». 17-ci bənddə deyir ki, ataların ürəklərini övladlarına, itaətsiz adamları salihlərin düşüncə tərzinə yönəltmək və Rəbbə hazırlanmış xalqı yetişdirmək üçün İlyasın ruhu və qüvvəti ilə Rəbbin önündə gələcək. Образ мыслей праведников. Salihlərin düşüncə tərzi. У праведников есть определенный почерк мышления. Salihlərin özünə məxsus bir düşüncə tərzi var. У праведников Salihlərin мысли, düşüncələr, определенные мысли. xüsusi düşüncələr. Это невидимый мир, Bu görünməyən bir это dünyadır. внутри нас. Bu bizim daxilimizdədir. Новый человек, он внутри нас. Yeni insan bizim Его не daxilimizdədir. видно, O görsənmir. он не светится пока. O hələ ki işıq saçmır. Будет день в будущем, когда мы будем светиться. Gələcəkdə elə bir gün olacaq ki, biz işıq В saçacağıq. 1 Коринфянам 15 главе 1-ci Korinflərə 15-ci апостол fəsildə Павел говорит, точно так же, как звезда от звезды различается в силе свечения, так же будет и с нами.
Paul deyir ki, ulduzlar necə bir-birindən işıqlanmada fərqlənirsə, biz də o cür işıq Мы будем saçacağıq. по-разному светиться. Bizim hər birimiz fərqli işıq saçacağıq. Можем мы это представить? Bunu təsəvvür edə bilirik. Мы все будем светиться. Hər birimiz işıq saçacağıq. Новый человек, Yeni insan, созданный по Богу, Allaha bənzər yaradılmış, новое творение. yeni yaradılış. Итак, у нас есть ум. Və budur, bizim dərrakəmiz var. Здесь говорится, что когда Иоанн Креститель пришел, Burada yazılıb ki, vəftizçi Yəhya gələndə в его послание влияло на ум. onun mesajı insanların dərrakəsinə təsir edirdi. И сегодня у нас есть даже глубже, чем это. Və bugün bizdə bundan daha dərin olan bir şey var. В Филиппийцах 2:15 говорится, у нас есть ум Христа. Filiplərə 2:10-da qeyd olunub ki, bizdə Məsihin əqli var. Ага, 2:15. 2:15-də. Там говорится, ибо у вас должны быть те же чувствования, в Библии на русском, те же мысли, как и во Христе Иисусе. Orada qeyd olunub ki, sizdə də İsa'da olan hisslər, düşüncələr olmalıdır. И на самом деле то, что там имеется в виду, грамматическая структура на греческом означает «продолжайте думать в уме Христа». Əslində orada Yunan deməli qrammatikasına uyğun olaraq belə qeyd olunur ki, Allahın əqlində düşünməyə davam edin, İsa'nın əqlində. Бог говорит в Исаии 1:18, «Придите и давайте порассуждаем». Yeşaya 11:18-də yazılıb ki, Allah deyir ki, gəlin və düşünək, birlikdə düşünək. Давай подумаем, Gəlin düşünək, давай рассудим. araşdıraq. Я услышал на прошлой неделе про книгу Бытия, 3 главу, Keçən həftə Yaradılış 3-cü fəsil haqqında eşitdim. что когда Бог пришел к Адаму и Еве в Эдемский сад, Nə vaxt ki Allah Adəm və Həvvaya Edem bağında yaxınlaşır. когда Он сказал, «Адам, где ты?» Nə vaxt ki o çağırmağa başlayır ki, Adəm sən hardasan? Там написано, они услышали голос Бога, они услышали Бога, ходящего в раю. Orada qeyd olunub ki, onlar cənnət bağında gəzən Allahın səsini eşitdilər. И это слово «ходящего» — это не просто гулять, ходить. Və orada yazılan gəzən sözü deməli sadəcə bir gəzməkdən danışılmır. Но этот глагол на иврите означает, как будто он пришел на свидание с человеком, и пара не явилась, Ancaq Адам не появился. sözün əsl mənasında orada qeyd olunub ki, o sanki bir görüşə gəlirmiş kimi gəlib Allah. Придите и порассуждаем. Gəlin və birlikdə araşdıraq. Ум Христа. Məsihin əqli. Филиппийцах 4:8. Filiplərə 4:8-də. Можешь прочесть, Наргиз? Да. Давайте прочтем это вместе. Gəlin birlikdə oxuyaq. Nəhayət, qardaşlar, doğru, ləyaqətli, salih, pak, cazibəli, etibarlı nə varsa, əgər əla və tərifə layiq nə varsa, bunları düşünün. Наш ум, Bizim он такой. dərrakəmiz, Это ум Христа. bizim dərrakəmiz İsa'nın dərrakəsi kimidir. Следующая вещь — уста. Növbəti şey bizim dodaqlarımızdır. В Библии есть большой отрывок об устах. Мы не будем его читать. Это Иакова 3 глава. Bibliyada çox bu hissəyə toxunan bəndlər var. Иисус учил, что наше сердце влияет на наш язык, на наше исповедание. İsa öyrədir ki, ürəyimizdə olan şey bizim dediyimiz sözlərə təsir edir. В анатомии старого человека падение повлияло на уста. Köhnə insanın anatomiyasında deməli günaha batma onun danışığına təsir edib. Интересно, я сейчас вспомнил, что когда в Исаии 6 главе Господь увидел видение о Боге, сидящем на троне, Və Yeşaya 6-da Allah yadıma düşdü ki, Allah taxta oturan Allahı görür. То он, там написано, самое первое, о чем он подумал, что он понял, что я человек с нечистыми устами. Deməli, Yeşaya taxta oturan Allahı görəndə ilk düşündüyü şey bu olur ki, mənim
dodaqlarım natəmizdir, ağzım natəmizdir. Но теперь у нового человека, в его анатомии, у него другие уста. Ancaq yeni insanın anatomiyasında onun yeni ağzı var, yeni dodaqları var. В Ефесянах 4 главе, Efeslilərə 4-cü fəsildə здесь в 25 стихе говорится: «Поэтому, отвергнув ложь, говорите истину, каждый ближнему своему, потому что мы члены друг друга». Buna görə yalanı kənara atın. Hər biriniz öz qonşunuza həqiqəti söyləyin. Çünki hamımız eyni bədənin üzvləriyik. И также 29 стих: «Никакое гнилое слово да не исходит из уст ваших, только доброе для назидания в вере, дабы оно доставляло благодать слушающему». 29-cu bənddə ağzınızdan heç bir pis söz çıxmasın, amma eşidənlərə xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan sözlər deyin. Это уста нового человека. Bu yeni insanın ağzıdır Это уста также Иисуса Христа. və bu həmçinin İsa Məsihin ağzıdır. У него такие уста. Onun bu cür sözləri, И bu cür также ağzı var. мы друг с другом. Və həmçinin də biz И bir-birimizlə также с этим миром. və bu dünya ilə У нас есть истина, и у нас есть любовь. bizim həqiqətimiz var, bizim sevgimiz var. Наши уста для назидания, Bizim sözlərimiz deməli dikəlməyə kömək edə bilər. также и иногда для исправления, но в любви. Və bəzən də doğru məhəbbətdə bir düzəliş etməyə də kömək edir. Следующая вещь — глаза. Və növbəti şey gözlərdir. О, глаза нового человека. Yeni insanın gözləri. Мы не будем идти в песни песней. Biz nəğmələr nəğməsinə Помните, getməyəcəyik. когда Иисус описывает глаза своей невесты? Yadınızdadırmı? Orada İsa öz deməli gəlininin gözlərini təsvir edir. У нас есть новые глаза. Bizim yeni gözlərimiz var. Помните песню «Черные глаза»? Теперь новая песня «Новые глаза». А куда они смотрят? Və bu gözlər hara baxır? И я думал о нескольких вещах. Və mən bir neçə şey haqqında düşünürdüm. В Аввакуме 1.13 говорится о глазах Бога, Habakkuk 1:13-də Allahın gözləri haqqında danışılır. что чистым очам твоим не свойственно смотреть на беззаконие, там написано. Orada yazılıb ki, sənin müqəddəs gözlərin günaha baxmır. Или же Псалом 103 стих. Və 102-ci Zəbur. Псалом 100 стих 3. 100 olur. 100-cü Да. Zəbur. Да. Ага. Где говорится: «Я не поставлю перед своими очами непотребные вещи». İyrənc şeylərdən gözümü çəkəcəyəm. Azğınların işlərinə nifrət edirəm. Qoymaram məndən yapışsın. Анатомия нового человека и глаза нового человека. Yeni insanın anatomiyası və gözləri. Уши. Qulaqlar. Что я слушаю? Mən nə eşidirəm? Что я люблю слушать? Nəyi dinləməyi xoşlayıram? Что мы любим слушать? Biz nəyi dinləməyi xoşlayırıq? Что любит слушать новый человек? Yeni insan nəyi dinləməyi xoşlayır? И мы завершаем скоро. Руки. Və əllər. 1 Тимофея 2.8. 1 Timofeyə 2:8. Там написано: мы поднимаем руки, Orada yazılıb ki, biz əllərimizi qaldırırıq и они чистые. və onlar təmizdir. Чистые руки. Təmiz əllər. Вы знаете, это редко в мире. Это редко все в мире. Bu bütün dünyada çox nadir bir şeydir. Чистый ум, чистые уста, Təmiz dərrakə, təmiz ağız, или təmiz же сердце, və təmiz ürək, глаза, gözlər, руки. əllər. О, сколько вещей делаются руками. Nə qədər işləri əllə görmək olar. В Ефесянах 4.28 Efeslilərə 4:28-də говорится, что раньше они крали, может быть. yazılıb ki, əvvəllər bəlkə də onlar oğurluq edərdi. В анатомии старого человека. Köhnə insanın Но anatomiyasında. теперь Ancaq они indi дают, onlar verirlər, они делятся, paylaşırlar, они служат. xidmət edirlər. Руки Иисуса они поднимают, благословляют. İsa'nın əlləri qaldırır, xeyir-dua verir.
Руки Иисуса Христа исцеляли. İsa Məsihin əlləri şəfa verirdi. Ноги. Ayaqlar. Помните, мы читали о ногах старого человека? Xatırlayırsınız köhnə insanın Они ayaqları бегут haqqında на danışırdı. пролитие крови. O qan tökməyə tələsir И наши ноги. və bizim ayaqlar. Конечно, я думал об этом стихе из Ефесянах 6 главы. Efeslərə 6-cı fəsildə olan bu bənd haqqında düşünürdüm. Они обуты, Onlar они обуты в обувь. geyinilib, ayaqqabı И geyinilib Бог говорит, они красивые. və Allah deyir onlar gözəldir. Кто знает, кто помнит этот стих? Как прекрасны ноги Kim xatırlayır bu bəndi? Ayaqlarımız necə gözəldir. благовествующих мир. Deməli, müjdəni yayan ayaqlar necə də xeyir-dua, Да, sülhü yayan. которые благовествуют, Mhm. которые благовествуют шалом, мир. Sülhü yayan ayaqlar necə də xeyir-dualıdır. Когда Иисус пришел к ученикам, они боялись после Его воскресения, İsa öz şagirdləri yanına gələndə onlar и они boятся, они sидят в закрытом помещении. onlar qorxurlar və onlar gizli bir otaqda gizləniblər И Он появился посредине их, və İsa onların ortasında dayandı и Он сказал, мир вам! və o dedi sizə sülh olsun. Все послания Нового Завета, благодать вам и мир. Və yeni əhdin bütün əslində mesajları bununla başlayır ki, sizə sülh olsun, И когда xeyir-dua мы olsun. несем этот мир, мир Христа, Və biz bu sülhü Məsihin sülhünə gətirəndə наши ноги, они красивые. və bizim ayaqlarımız bu zaman gözəl olur. Даже можем посмотреть на наши ноги. Və hətta biz öz ayaqlarımıza baxa О, у bilərik. меня красивые ноги. Mənim necə də Bog gözəl ayaqlarım var. Если я несу благодать, если я несу мир, Allah deyir ki, əgər mən sülh və lütf aparıramsa, как прекрасны ноги благовествующих. bunu vəz edənin ayaqları necə gözəldir. Новый человек, Yeni insan, он служащий, o xidmət edir. он служит. Потому что все, что мы прочли в его анатомии, Çünki onun anatomiyasında oxuduğumuz он bütün şeylər назидающий, он O любящий, dikəldir, o sevir, он истинный, o həqiqidir, он служащий. o xidmət edir. Давайте теперь прочтем в Колоссянах 3 главе, Gəlin indi Koloslara 3-cü bəndə oxuyaq. в 10 стихе, 10-cu bənd. и мы завершим. Və bununla bitiririk. И облегшись в нового, имеется в виду человека, который обновляется в познании по образу создавшего его. Yeni mənliyə büründünüz. Yeni mənliyiniz onu yaradanın surətinə bənzər şəkildə təzələnir ki, biliyiniz tam olsun. Этот новый человек, он постоянно находится в процессе обновления. Bu yeni insan davamlı olaraq yenilənmə vəziyyətində olur. Когда он слышит о своей реальности, как сегодня мы, O öz reallığı haqqında eşidəndə, когда мы прочли эти стихи сегодня, bütün bu bəndləri bu gün oxuduq. происходит обновление. O zaman yenilənmə baş verir. Когда мы слышим Слово Божье, Biz Allahın kəlamını eşidəndə он обновляется в своей вере. öz imanımızda yenilənirik Ему легко жить по вере, он любит жить по вере. və ona imanla yaşamaq rahat gəlir. У него есть всегда надежда. Onun həmişə ümidi var. Он точно знает, как это будет. O tam dəqiq bilir ki, necə olacaq hər şey. Святой Бог, Святой Дух и Господь питают его. Müqəddəs ruh və Rəbb onu qidalandırır И мы в этого человека облекаемся. və biz bu insana bürünürük Нам сказано делать это, облекаться. və bizə deyilib bunu edin, bürünün. Сегодня утром мы одели одежду, Bugün səhər biz paltar geyindik и мы одеваемся в нового человека. və bu yeni insana Каждый bürünürük. день Hər gün просыпаемся, yuxudan dururuq что думает Господь. və düşünürük ki, Rəbb nə Господи, düşünür? поговори со мной, Ya Rəbb mənimlə danış, благослови, xeyir-dua ver, веди, apar, направь. yönləndir. Моя семья, Mənim Mой ailəmi, dom, evimi, церковь, kilsəmi, работа, işimi, обстоятельства. bütün Господь, vəziyyətləri. поговори со мной. Ya Rəbb Мы mənimlə danış. открываем Слово Божье. Allahın kəlamını Мы açırıq. молимся одни или с кем-то. Tək və kiminləsə dua edirik И у нас есть надежда. və bizim ümidimiz var. Бог поговорил со мною.
Allah mənimlə danışıb и мы rады. və biz И sevinirik мы приходим в церковь, və gəlirik kilsəyə. мы кого-то другого радуем. Что? И мы кого-то другого радуем. Hə, və başqa kimisə И sevindiririk. происходит переливание из сосуда в сосуд. Və bir qabdan digər qaba sanki bir axıntı kimi baş verir. Это новый человек. Və bu yeni insandır. Если ему говорить только о политике или о колбасе, он скажет, о чем ты говоришь? Və əgər ona sən hansısa siyasətdən, kalbasadan danışsan, o deyəcək ki, sən mənə nə danışırsan? Погода. Иногда Hava. можно поговорить о политике, о колбасе, о погоде и так далее. Но Hərdən есть danışmaq нечто olar. больше этого. Hərdən bu şeylər haqqında danışmaq olar, amma bundan daha böyük bir şey var. Здесь написано в этом стихе, он создан по Богу, по образу Бога. Bu bənddə yazılıb ki, o Allahın surətində yaradılıb И это реальность, və bu которая reallıqdır. есть в нашей жизни. Bizim həyatımızda olan reallıq. Аминь. Amin. Аминь. Давайте помолимся. Gəlin dua edək. Господи Иисус, мы любим Тебя. Ya Rəbb İsa, biz səni sevirik. Слава Тебе, Господь. Şükür sənə ya Rəbb. Мы радуемся, Господи, тому, что Ты сделал. Ты сделал. Sənin etdiyin şeylərə görə ya Rəbb biz sevinirik. Спасибо, Господь. Мы новые в Тебе Çox sağ ol ya Rəbb. навсегда. Biz əbədi olaraq səndə təzələnmişik, yenilənmişik. И как написано во 2 Коринфянам 5:17, все старое прошло. 2 Korinflərə 5:17 yazıldığı kimi bütün köhnə şeylər keçib getdi. Ты не держишь по отношению к нам нашей старой истории. Мы новые Sən люди в bizə Тебе. münasibətdə köhnə şeyləri tutub saxlamırsan. Biz artıq yeniyik. Господи, мы благодарим Тебя. Ya Rəbb, sənə minnətdarıq. Спасибо, Господь, сегодня за тело Христова. Замечательно так, Господь, видеть всех. Çox sağ ol ya Rəbb, bu gün Məsihin bədəninə görə necə də xoşdur hər kəsi görmək. За эту привилегию поклоняться Тебе. Sənə sitayiş etməyin üstünlüyünü bizə Сейчас, verdiyin üçün. когда мы все молимся и глаза закрыты, головы склонены, может быть, есть кто-то здесь или онлайн, кто никогда не принимал Иисуса Христа в свое сердце. Və indi dua edərkən gözlərimiz yumulu, başımız aşağı, bəlkə kimsə var ki, ya bizə onlayn baxır, İsa Məsihi hələ də qəbul etməyib. Мы хотим ободрить вас Biz sizi ruhlandırmaq и istəyirik сказать, что Иисус пришел дать вам новую жизнь və demək istəyirik ki, İsa gəlib ki, sizə yeni həyat versin и сделать вас новым человеком. və sizi yeni insan etsin. Попросите Его, поверьте в Него. Ondan istəyin, ona iman edin. Просто скажите Ему, Господь Иисус, Sadəcə deyin ona, ya Rəbb İsa, спаси меня, məni qurtar, спаси меня. məni qurtar. Я верю, что Ты за каждый мой грех умер на кресте. Mən iman edirəm ki, sən hər bir günahıma görə çarmıxda ölmüsən. Господи, войди в мое сердце. Ya Rəbb, mənim ürəyimə daxil ol И когда я умру, возьми меня на небеса. və mən öləndə məni göylərə götür. Я отдаю себя Тебе. Mən özümü sənə verirəm. Во имя Иисуса Христа. İsa Məsihin adı ilə dua etdik. Аминь. Amin.